Bugün çox vacib bir sosial təminat mexanizmindən, işsizlikdən sığorta ödənişindən danışacağıq. Mövzu ətrafında Dövlət Məşğulluq Agentliyinin İşsizlikdən Sığorta Şöbəsinin müdiri Eldar Əliyevlə müzakirə aparacağıq. Xoş gəlmişsiniz, vaxtınız xeyir olsun. Xoş gördük. Eldar bəy, öncə biz məlumat verək ki, ümumiyyətlə işsizlikdən sığorta ödənişi nə deməkdir və bu ödəniş kimlərə şamil edilir? İşsizlikdən sığorta ödənişi şəxsin iradəsindən asılı olmadan işsiz qaldıqları təqdirdə onlara ödənilən bir sosial təminat formasıdır və burada mahiyyət şəxslərin itirdikləri əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş olmasıdır. İşsizlikdən sığortanın, işsizlikdən sığorta ödənişi almaq hüququna işsizlikdən sığorta haqqında qanunun 13.1-ci maddəsində sadalınan hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslər və işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. Mən qısa olaraq qeyd etmək istəyirəm ki, bu maddələr, hansı ki 13.1-ci maddədə sadalanıb, ilk öncə hüquqi şəxsin və dövlət orqanının ləğvi, daha sonra ştatların və ya işçilərin sayının ixtisarı, daha sonra müddətli əmək müqaviləsi müddətinin qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, daha sonra əvvəllər müəssisədə çalışan işçinin işə bərpa olmaq haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda əsası ilə əmək müqaviləsi xitam verilmiş şəxslər, son olaraq isə yenə əvvəllər həmin müəssisədə çalışan işçinin həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra işə qayıtmaq hüququndan istifadə etdikdə əsasları ilə əmək müqaviləsinə xitam verilmiş şəxslər bu hüquqa malikdirlər. Bu qədər. Bəzən vətəndaşlar arasında səhv anlaşılma olur bu mövzuda. Yəni, düşünülür ki, hər bir işsiz şəxs bu vəsaitdən yararlana bilər. Yəni, belə aydın oldu ki, işi olmayan hər bir şəxsə aid deyil. Yəni, müəyyən kateqoriyalar var. İşi olub və müəyyən səbəblərdən, dediyiniz həmin o səbəblərdən işini itirən şəxslərə təqdim olunur bu ödəniş. Eynən. İlk öncə biz bunu anlamalıyıq ki, bu hər kəs şamil olunmur. Çünki sığorta prizmasından baxanda hər hansı bir risk olmalıdır ki, o sığortalansın. Həmin risklər də qeyd etdiyim maddələr üzrə 13.1-ci maddədə işsizlikdən sığorta haqqında qanunun 13.1-ci maddəsində sadalanıb və ondan başqa, misal üçün, şəxs öz iradəsi ilə işdən çıxmaq istəyirsə, iş yerini dəyişirsə və s. bu kimi xitam maddələrində hər hansı bir sığorta ödənişindən söhbət getmir. Hazırda neçə nəfərə işsizlikdən sığorta ödənişi edilir? Göstəricilər varmı? 2024-cü ildə biz 9763 nəfər şəxsə, işsiz şəxsə sığorta ödənişi təyinatı aparmışıq. Bu rəqəm 2023-cü ildə 8370 idi. Ondan əvvəlki illərdə bundan az idi. Belə desək, biz tendensiyaya baxanda görürük ki, artım var və bu il üçündə, 2025-ci il üçündə hədəfimiz daha çox şəxsi sığorta ödənişləri ilə əhatə eləməkdir. İşsizlikdən sığorta ödənişinin məbləği haqqında danışardıq. Bu məbləğ nə qədərdir və necə təyin olunur? İşsizlikdən sığorta ödənişinin məbləği müraciət edən şəxsin sığorta stajından və xitam maddəsindən, bayaq sadaladığım xitam maddəsindən asılı olaraq dəyişir. Ümumiyyətlə, sığorta ödənişinin məbləği minimum və maksimum hədləri var. Minimum məbləğ ölkə üzrə minimum aylıq əmək haqqına bərabər tutulur. Hansı ki, bilirsiniz ki, 2025-ci ildə bu rəqəm artıq 400 manata çatdırıldı. Maksimum həddimiz isə ötən ildə, yəni cari ildə əgər biz ödənişlər həyata keçiririksə, ötən ildə ölkə üzrə statistika tərəfindən verilmiş orta aylıq əmək haqqının məbləği səviyyəsində götürülür, maksimum həddimiz. Bu isə 2024-cü ildə 933 manat 80 qəpik təşkil etmişdir. Yəqin ki, bu hədd artıq bu il dəyişəcək. Necə ki, minimum aylıq əmək haqqı dəyişdi. Ailəli və uşağı olan şəxslər üçün ödənişin məbləğində nəsə bir fərq varmı, yoxsa yox? Hər şəxsə, belə deyək, hər uşağa görə 5% əlavə sığorta ödənişi ödənilir. Bu nə deməkdir? Tutalım ki, siz 500 manat əsas sığorta ödənişi təyinatı aparılıb, mənə 600 manat. Məndə 2 uşaq varsa 10%, sizdə bir uşaq varsa, yəni hərəyə individual olaraq, amma hər uşağa 5% olmalı. Hərənin məbləği fərqli olduğu üçün, belə deyək də, 500-ün 5%-i başqa bir rəqəmə gətirir, 600-ün 5%-i başqa bir rəqəmə və burada sonuncu dəfə biz 2024-cü ildə dəyişikliyə getdik, hansı ki, uşağa görə əlavənin maksimum həddi var idi, 20%. Artıq o hədd yoxdur. Hər uşağa görə 5% olmaqla
Bu uşağın qanunla isə 18 yaşına çatmamış olması lazımdır və yaxud 23 yaşına qədər, əgər əyan təhsil alırsa, 23 yaşına qədər belə deyək, onun valideyni sığorta ödənişinə əlavə almaq hüququ var. Hər uşağa görə 5% təyin olunur. Əgər ailədə ər və arvad eyni anda işdən sığorta ödənişi alırsa, uşağa görə əlavə yalnız birinə şamil olunur. Bir uşağa görə? Yox, ərə və yaxud arvada da belə deyək. Aydındır. İşsizlikdən sığorta ödənişi nədir və kimlərə şamil olunur, kimlər ala bilər bu ödənişi? Bu haqda artıq biz məlumatı təqdim etdik və bu arada düşünürəm ki, izləyicilərimiz üçün bu sual çox maraqlıdır. Buna cavab tapmaq istəyirlər ki, əgər işsizlikdən sığorta ödənişini bir şəxsin almaq hüququ yaranıbsa, o nə etməlidir, hara müraciət etməlidir və bunun üçün hansı sənədləri toplamalıdır? Ümumiyyətlə, biz illər ərzində nazirlik olaraq və agentlik olaraq çalışdıq ki, şəxslər minimum səviyyədə sənəd təqdim etsinlər və biz buna nail olmuşuq. Artıq bir neçə ildir ki, şəxslər tək şəxsiyyət vəsiqəsi ilə müraciət edərək sığorta ödənişi ala bilərlər. Onlardan hər hansı bir digər sənəd tələb olunmur. Belə ki, biz Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemləri vasitəsilə bizə lazım olan, yəni vətəndaşın bütün məlumatlarına əlçatanlığı təmin eləmişik. Hansı müddətdə müraciət etməlidir? Tutaq ki, bir şəxs işsiz qaldısa, o işini itirən neçə gün sonra ona müraciət etmə imkanı var, şansı var? Belə deyək, arzu olunandır ki, 3 il müddətində müraciət etsinlər. Çünki bilirsiniz ki, Məşğulluq Agentliyi təkcə işsizlikdən sığorta ödənişi həyata keçirmir. Digər aktiv məşğulluq tədbirlərimiz də var. Və qanunla biz 3 ildən artıq işsiz qalan şəxslərlə ilk öncə digər məşğul tədbirləri istiqamətdə işləri görürük. Arzu olunandır ki, 3 il ərzində yaxınlaşsınlar. Amma təbii ki, 3 ili keçəndən sonra da, yəni orada hər hansı bir məhdudiyyət yoxdur. Əslində biz sadəcə işsizdən sığortadan əvvəl müəyyən tədbirlər həyata keçiririk. Sırf 3 ildən artıq işsiz qalan şəxslərlə bağlı. Ona görə arzu olunandır ki, 3 ildən yəni 3 il müddətində iş tapmayıbsa müraciət etməlidir. Yəni 3 il ərzində işsizdirsə, təbii ki, burada yaxşı sual verdiniz. Bir məqam var ki, əgər bu sonuncu iş yerinə şamil olunur. Yəni siz haçansa nə vaxtsa tutalım ki, sadaladığım tutalım 70B ilə işdən çıxmısınız, ixtisara düşmüsünüz və daha sonra işə girmişsiniz. O ixtisar artıq qüvvəsini itirir. Çünki siz iş tapmısınız, işləmisiniz və hal-hazırda işləyirsiniz və yaxud sığorta ödənişi ilə əhatə olunmayacaq bir maddə ilə sonuncu iş yerindən çıxmısınız. Yəni məcburdur ki, sonuncu iş yerinə uyğun olaraq bu sığorta ödənişləri həyata keçirilsin. Aydındır. Neçə müddətə verilir? Yəni əgər şəxsə sığorta ödənişi təyin olunubsa, məbləğ də təyin olunubsa, onun verilmə müddəti nə qədərdir? Sadaladığım bütün maddələr belə deyək, 6 ay müddətinə təyin olunur. Şəxs 6 ay ərzində işlə təmin oluna bilinməyibsə, ona minimum məbləğdə 3 ay müddətində yenə təkrar sığorta ödənişi təyin etmək mümkündür müraciət əsasında. Tək bir müddətli əmək müqaviləsi müddətin qurtarması əsasıyla əmək müqaviləsinə xitam verilmiş şəxslərdə isə bu müddət 3 aydır. İlkin müraciət zamanı sığorta ödənişinin müddəti 3 aydır və onlarda təkrar sığorta ödənişinə yol verilmir. Həmin o müddətdən sonra nə baş verir? Yəni 6 ay bu ödəniş ödənildi və əgər vətəndaş yenə də iş tapmayıbsa, dediyiniz o əlavə 3 ayda əlavə edilir və yenə də ola bilər ki, şəxs iş tapmır. O zaman nə baş verir? Belə deyək, sığorta ödənişinin mahiyyəti odur ki, biz ümumiyyətlə sığorta ödənişi pasiv məşğul tədbiri sayılır. Hansı ki, şəxs aktiv olaraq məşğul şəxsə çevrilmir. Ona görə bizim məqsədimiz şəxsi pasiv məşğul tədbirindən aktiv məşğul tədbirinə keçirməkdir və 9 ay ərzində şəxsi işlə təmin olunmursa, biz digər, bayaq dediyim kimi bizim digər məşğul tədbirlərimiz var ki, şəxsləri həmin kateqoriyadan olan yönləndiririk və yaxud şəxsə işlə təmin edirik. Ola bilsin ki, şəxs özü bu müddət ərzində özü sərbəst iş axtarışı nəticəsində işlə təmin olunur. Yəni belə. Bir məsələ də maraqlıdır. Hansı hallarda bu ödənişin verilməsi dayandırıla bilər? Sığorta ödənişinin verilməsinin dayandırılması işdən sığorta haqqında qanunun 18-ci maddəsində ətraflı olaraq şərh edilib, sıralanıb. Bunlar ilk öncə mən belə deyək, söhbətimizin başlanğıcında qeyd etdiyim kimi məcburdur ki, şəxs şərtdir ki, işsiz kimi qeydiyyata alınsın və şəxsin həmin müddət ərzində işsiz statusu qüvvədən düşürsə, yəni məşğul şəxsə çevrilirsə,
ki, işə düzələ bilər, biz onu işə düzəldə bilərik, digər aktiv məşğulluq tədbirinə qoşula bilər. Həmin hal baş verdikdə sığorta ödənişi dayandırılır. Bir tək bu hal baş verdi? Yox. Bu sadəcə biridir. 16 haldan biridir. 16 haldan. Hansı ki, məşğul şəxsə çevrilir. Məşğul şəxs kateqoriyası bildiyiniz kimi sahibkarlıq fəaliyyətidir, əmək müqaviləsidir. Belə deyək, şəxsin mülki müqavilə əsasında, xidməti müqavilə əsasında xidmət göstərməsidir, gəlir və qazanc əldə etməsidir, qısa desək, məşğul şəxsə çevrilir. Bundan başqa, şəxsin əgər əmək pensiyası almaq hüququ yaranırsa, yaşa görə əmək pensiyası almaq hüququ yaranırsa və yaşa görə sosial müavinət almaq hüququ yaranırsa, şəxsə sığorta ödənişinin verilməsi dayandırılır. Bundan başqa, işsizlikdən sığorta ödənişi alan şəxs hər ay fərdi məşğulluq proqramı haqqında, fərdi məşğulluq proqramının hesabat təqdim etməlidir. Fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etməlidir və o hesabat üzürlü səbəbi olmadan təqdim edilmədikdə sığorta ödənişi verilməsi dayandırılır. Son olaraq qısaca qeyd edək, təkrar müraciət etmək mümkündür, yoxsa yalnız bir dəfə nəzərdə tutulub? Yox, təbii ki, təkrar müraciət etmək mümkündür. Qanunla, belə deyək, sığorta stajı, yetərli sığorta stajı olduğu təqdirdə şəxslər yenidən müraciət edə bilərlər. Çox sağ olun, təşəkkür edirik sizə.